Davam edən etiraz aksiyaları artıq 14-cü gününə keçib. Etiraz aksiyaları ölkənin 31 vilayətinin 180 şəhərində, ümumilikdə 512 məntəqədə davam edir. Baş verən aksiyalar fonunda Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın ABŞ və İsrail tərəfindən dəstəklənən terrorçu Kürd silahlı qruplarının İran ərazisinə sızmasının qarşısını almaqda Tehrana kömək etməsi barədə məlumat yayılmışdır. Mənbələrin məlumatına görə Türkiyənin Milli Kəşfiyyat Xidmətinin rəhbəri İbrahim Kalının rəhbərlik etdiyi xüsusi qrup İranda kəşfiyyat strukturlarına geniş dəstək verməyə başlayıb və İran tərəfinə terrorçuların hərəkəti barədə kəşfiyyat məlumatı ötürüb. Bundan sonra İslam İnqilabı Keşikçiləri Korpusu, Sepah, İlan və Kermanşah vilayətlərində əməliyyat keçirərək Pejak qruplaşmasının əksər üzvlərini zərərsizləşdirib. Türkiyə Milli Kəşfiyyat Xidməti terrorçuların İraqdan keçid marşrutunu izləyib və Tehranla məlumat mübadiləsini koordinasiya edib. Bu qrup xüsusilə Türkiyə-İran sərhəddində PKK-nın hüceyrələrini məhv etmək üçün ortaq əməliyyat yürüdür. Bu əməkdaşlıq nəticəsində potensial diversiyanın qarşısı vaxtında alınıb. İranda etirazların gərginləşməsi fonunda xarici müdaxilə ehtimalları yenidən beynəlxalq gündəmin mərkəzinə çıxıb. İsrail mənbələri İran hökumətinin ardıcıl ikinci gecədir ki, ölkə daxilində etirazçıları edam etdiyini iddia edir və ABŞ-ı hərbi əməliyyatlar keçirməyə çağırır. Öz növbəsində İranın son şahının oğlu Rıza Pəhləvi etirazçıları şəhər mərkəzlərini ələ keçirməyə və onları əllərində saxlamağa çağırış edib. X sosial şəbəkəsinin web versiyasında İran bayrağının inqilabdan əvvəlki bayraqla əvəz edilməsi diqqətlərdən qaçmayıb. Bununla yanaşı, İran Təhlükəsizlik Şurasının katibi Əli Laricani etirazçılara kənardan təlim keçildiyini bildirib. Təhlükəsizlik qüvvələri əsas təşkilatçıları müəyyən edib, bəziləri artıq həbs olunub, digərləri isə tezliklə həbs olunacaq. Bir çoxları tüfəng və tapança da daxil olmaqla odlu silahlarla silahlanıblar ki, bu da aydın təşkilatlanma və planlaşdırmanın göstəricisidir. Onların hərbi və polis mərkəzlərinə dərhal hücumları vətəndaş müharibəsinə alovlandırmaq və xarici müdaxiləyə təhrik etmək cəhdini göstərir. Silah istifadəsinə baxmayaraq, etirazçılar lazımi qaydada hazırlanmış təhlükəsizlik mərkəzlərini ələ keçirə bilməyiblər. İran hökumətinə məxsus təyyarə Tehrandan cənuba yola düşdü. İranda baş verən geniş etirazlar fonunda ölkə hökumətinə məxsus təyyarə Tehrandan havaya qalxaraq cənuba doğru yola düşüb. Bu barədə Flight Radar 24 platforması məlumat yayıb. Xatırladaq ki, İran hakimiyyətinin səhər saat 6-dan etibarən ölkədə hərbi vəziyyət elan etdiyinə dair məlumat diqqət çəkmişdi.